var? At Çinli var. Bildiğiniz kimi bu günləri Yunanistandan Avropa çempionatına bizim gənclərimiz, həm buzroslularımız gəlmişdi. Qələbə ilə gəliblər. Bu günləri 13 medalla Azərbaycana gəliblər. Bu əlbəttə Azərbaycan Muay Thai-nın və Azərbaycan idmanının inkişafıdır. Bu idmanda olan inkişafla ölkəmizin bayrağın himisini səsləndirmək, bayrağını dalğalandırmaq əlbəttə bir üçün qürur verici bir haldır və bununla fəxr edirik. Fəxr edirik ki, Azərbaycan gəncliyin belə övladları var, belə gəncliyimiz var. Bu gəncliyimizlə də hər zaman irəli addımlayaraq, hər zaman vətənimizi, öz dövlətimizin bayrağın üstün tutub, himisini səsləndirmək biz üçün bir gənclik və vətəndaşlıq borcumuzdur. Bunu öyle uşaqları biz təbrik ediyoruz. Azərbaycan! Azərbaycan! İstəyərdim ki, burada bildiyiniz kimi Federasiyamızın birinci vitse-prezidenti Fərid müəllim də uşaqlarla bərabər bir yerdə komandanın tərkibində həm beynəlxalq sudya olaraq, həm beynəlxalq federasiyanın üzvü olarak hem de Muay Thai Federasiyası'nın birinci vitse-prezidenti olarak istəyərdim Fərid müəllim də öz fikirlərin bu yarış hakkında bölüşsün ve biz de dinleyelim. Buyur Fərid müəllim. Herkese salam olun, hoş geldiniz. Bizim bu idmançılar özel şekilde iştirak edildiği, elbette ki onlara bir xeyli tecrübe lazımdır. Daha da böyle nəticələr əldə eləmək üçün də biz inanırıq ki, qarşıdan gələn Malayziyadakı dünya çempionatında bizim bu 23 bir də böyüklərin dünya çempionatı olacaq. Orada bizim burada bəzi idmançılarımızın iştirakı inşallah ki mümkün olacaq. Hələ ki gənclərin dünya çempionatı tam bəlli olmayıb, hansı ölkədə keçiriləcək. Böyük ehtimalla yanvar ayında inşallah ki o da məlum olacaq və bizim federasiyanın idmançıları tam heyətlə inkişaf edəcək və iştirak edəcək orada da. Sözlərində orada deyəcək. Şəriyər müəllim, sən də gəl bura. Müəllimlər gəl, Kamal müəllim gəl bura. Şimdi istəyərdim ki, yığma komandamızın məşqçiləri də Şəriyər müəllim başda olmaqla, Fəxri müəllim, Kamal müəllim də gənclərimiz haqqında öz fikirlərini söyləsinlər və biz də işləyək. Buyurun. Biz də öz Biraz növbəmizdə başlamış olur. Çox sağ olun ki, gəldiniz. Bizim uşaqların gecə vaxtı qarşısına çıxdınız. Hamı sizə təşəkkür edirik. İnşallah nəticəmiz göz qabağındadır. Yəni, komandanın nəticəsi göz qabağındadır. İnşallah bundan sonra da nəticələrimizi yaxşılaşdırıb çempionlarımızın sayını çoxaldacaq inşallah. Fəxri müəllim, buyur. Avropa reyting zədvəndə yüksək yeri tutmuşuq. Bunun özü böyük bir nailiyyətdir. 13 idmançı, 13 medal kazanmışım. Bir nəfər idmançımız 2 medal kazanmıştı. Başkan ağırlarında olmakla bütün valideynlərdə təşəkkür edirik ki, gecən vaxtında qarşıma gəlmişsiniz. Var olsun. Kamal müəllim, əziyyətli denən ən gənc idmançımız haqqında danış, ən buzroslu idmançımız haqqında danış. Uşaqlarımız çox gözəl, çox əzimkar döyüş göstərirlər və bir bağladı təcrübəsizlik. Amma yenə də çox əzimkar, çox gözəl və çox səlis döyüş göstərirlər. Təbrik edirəm hər birini. İnşallah dünya çempionatından daha gözəl, daha uğurlu medallarla qayıdaraq inşallah. 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 Muay Thai'la